Dumanlı dağların başında durdu, dumandan özüme bir xeymə qurdu. Dumanlı dağların başında durdum, dumandan özüme bir xeymə qurdu. Keçdi xəyalımdan öz gözəl yurdum, dumanlar içində duman göründü, duman göründü. Keçdi xəyalımdan öz gözəl yurdum, dumanlar içində duman göründü, duman göründü. Deyirlər bülbülə çəmən yaxşıdır, insan üçün lağlə zar vətən yaxşıdır. Xoş gördük hər birinizi mənim kanalımın dəyərli izləyiciləri. Nətərsiz, yaxşı olasınız. Bugün mən vlogumu Qəbələnin Laza kəndindən başladım. Çox qəşəng, çox mənzərəli, gözəl bir yerdir. Çox sərindir, maraqlıdır, gəzməli, görməli yerləri çoxdur. Dedim izləyicilərimlə də bölüşün. Siz də baxın, motivasiya alın. Burada çayın səsi adamın ruhunu dincəldir. Çox maraqlıdır və mənzərəsi çox gözəldir. İnşallah izləmədə qalın. Təkrar maraqlı ardı olacaq vlogumun inşallah. İnsanlar çox gəlir. Çox maraqlıdır. Xanımlar, kanalıma abunə olmağı unutmayın. Gözəl kommentlər yazın. Fikirlərinizi bildirin. İzləmədə qalın. Bal neçəyə verirsən? Kilosu 25 manat. 25 manat. Kilosu. Hə, nə balıdır? Balcanlar 5 manatdır. Şabalıt balığınız var. Var. Hə, o neçə? Onlar 25 manat. Bu ilin balıdır. Bəli. Hə, lap qəşəng. Neçənci sinifdə oxuyursan? Mən 6-da. Yaxşı oxuyursan? Halal olsun sənə. Mağazaya gəlsəniz, ən gözəl təmiz ballardandır. Gözəl balamız satır. Gəlin bundan alaq, razı qalaq. Dağın ətəyindən yığılan, çəkilən ballardır. Samavar çayım super olar. Pulla verirsən? Evet. Neçədir? 5 manat. Qətlə, sadə. Sade de var şeyde. Hə. Xanımlar, çiyələyin xırdalığına baxın. Görün, çox balaca çiyələkdir, Laza çiyələyi. Gözəl balamız. Bəlkə oturduq burada, dağın ətəyində bir qəşəng samavar çayı içdik, balamızı da sevindirdik. Çox zəhmətkeş uşaqdır, Allah saxlasın səni. O kutular sizindir, qardaş? Bəli. Hə, bol olsun, məhsul olsun. Sağ ol. Bu da xaricilərdir, gəzintiyə çıxıblar. Çox maraqlıdır, xanımlar. Bu səfər videomu yeməklə yox, gəzinti ilə başladım. Çay içəyin qızlar. Balla da verirsən çay. İşten sonra Necə? sahibi o. Hə, inşallah. Çay. Hə, bir dənə içək. Bu balanın çayından içməmiş getsək. Xanımlar, izləmədə qalın. Davamı daha maraqlı olacaq. Gözəl xanımlar, burada videomu tamamlayıram. İnşallah sizə xoş izləmələr.
Yorumlarınızı gözləyəcəm. Kommentlər yazın. Abunə olun. Dəyərləndirin mənim videomu. Çox qəşəng vlogdur. İnşallah ardı gələr Allahın izni ilə. Hər birinizə xoş günlər arzulayıram. İnşallah görüşərik təkrar. Allaha əmanət olun. Öpürəm sizi.